Hər kəs salam, Kripto Azərbaycan izləyiciləri, yeni bir video ilə daha qarşınızdayım. Dostlarım, bu gün kriptovalyutalarla əlaqəli yox, təbii ki, insanların duyğusunu sömürən insanlarla əlaqəli sizinlə bir video paylaşacağam. İlk öncə bunu deyim ki, yəni bunu sizdən xahiş edim ki, bu videonu bəyənin, əlinizdən gəldiyi qədər bəyənin ki, bu tərz adamlar daima tanınsın. Bax, gördüyünüz profildəki şəkil hal-hazırda görürsünüz. İndi isə sizə bu məsələni başdan sona qədər danışacağam. Bu adam bizim VIP kanalımızın aylardır izləyicisidir. Yəni zamanında VIP kanalımıza gəlmişdi, qoşulmaq istəmişdi. Onda açdı, mənə dərdini dedi ki, bəs mənim pulum yoxdur. Hər ay 20 dollar, bizdə də VIP kanalının girişi 100 dollar idi. 20 dollar ödəsəm olarmı? Allah şahiddə, baxın, buna dediyim söz bu oldu. Dedim, pul falan lazım deyil, VIP kanalının linkini attım. Dedim ki, buyur buradan qoşularsan. Yəni ki, bu şəkildə insanıq da indi biz vəziyyəti başa düşürük. Dedim, kasıb bir adam da qoşulsun indi. 5-dən 3-dən biz nə qazanırıqsa o da qazanar. Gördüyünüz kimi bunu VIP kanala daxil etdik. Və yoldaşlar, bildiyiniz kimi biz Kripto Azərbaycan olaraq illərdir təbii ki 15 ümumilikdə əslində 14 yardım etmişik. Bununla bərabər 15-dir. Baxın, bunu yardım saymıram. Xəstə uşaqlara, imkansız ailələrə illər ərzində, yəni ümumilikdə 15 dəfə yardım etmişik. Və bir yardımı da etmişiksə əgər, tam şəkildə etmişik. Başa düşdünüz, yarım yamalaq saxlamamışıq heç bir yardımı. Yəni sonuna qədər düzgün şəkildə yardımımızı edib missiyamızı bir sözlə tamamlamışıq. Təbii ki, bunu bilən Elnur Məmmədov, baxın, indi mən niyə buna patıbaş falan deyirəm, indi görəcəksiniz. Bu ayın noyabr ayının 2-si gəldi bizə yazdı. Option, qısaca mən buradakı sizə mesaj deyim. Yoldaşı diabet xəstəsidir, 17 ildir və dübarədə bunun uşağı olacaq. Baxın, uşağı olacaq və uşağının başında da deşiyi var. Option'da mən də bunu tanıyıram axı 5-6 aydır. Yəni dedim, insandır da, köməyimiz dəysin. Bax, Allah şahiddir, buna minlərlə manat pul topladıq. Başa düşdünüz? Yəni mən bunu Kripto Azərbaycanda paylaşdım, kart paylaşdı gördüyünüz kimi. Yoldaşının adına olan kartı bizimlə paylaşdı və buna minlərlə manat toplayandan sonra burada mən mesajlarda, baxın, indi mən sizə göstərəcəm dostlarım. Hətta bunu bizim admin qrupdan olan gördüyünüz kimi CoinMars var, o göndərdi 187 manat, yəni bütün admin qrupdan özüm, hamımız, bütün gələn siqnalların pulları falan hamısını yönəltdim buna, bu şəxsə. Gördüyünüz kimi 100 manat, 50 manat, 50 manat, 80 manat, yəni bu şəkildə bütün pulların hamısını da yönləndirdim buna ki, yazıqda işə həll olunsun. Dostlarım, burada belə bir məsələ oldu ki, bu məndən gecə saat 2-də saatda göstərəcəm. Təkrardan bir xahiş edən də əslində artıq mən yavaş-yavaş yəni bilirdim ki, yəni bu adamda nəsə vardı. Başa düşdünüz? Gecə saat 2-də yazır ki mənə, bəs 740 manatda dirəndi. Düşünün ki 3 saatdır bunu paylaşmışıq. 3 saat ərzində 740 manat pul yığılıb. Yəni bunlar da səhərsi yığılan pullardır. Yəni bu adam deyir, dirəndi, pul gəlmir. Yəni yoldaşını güya müalicə etdirəcək falan filan, yəni inanmayın ha. Özdə bilir ha, sırtıq adamdır, bax. Başa düşdünüz? Artıq bu öyrənmiş bir candır. Başa düşdünüz? Yəni biz də bilirsiniz necə yoldaşlar, yəni Allaha xatir, necə deyim, inanırıq da, başa düşdünüz? İnanırıq. Bu adam, qardaşlar, gördüyünüz kimi gecə demir yatmır, səhər demir yatmır. Bu da əsasən kimlər? Patıçılar yatmır. Başa düşdünüz? Buna yardım olunduqca bu dayanmadan deyir ki, məni yenidən paylaş, yenidən paylaş, yenidən paylaş. Düşünün ki, buna yüzlərlə insan yardım edib. Düşünün ki, bütün siqnalların pulunu buna yönəltmişik. Bundan artıq deyirəm ki, məndən əl çək. Başa düşdünüz? Buradakı bax, bu səsdə konkret olaraq bunu deyirəm.
və səhərsi gün belə bir səslə ayılıram. Baxın, bir günə minlərlə manat, yəni 2000 manata yaxın pul yığılıb verilib buna. Səhərsi gün belə bir bunun səsi ilə ayılıram. Bu səsi sizə də dinlədim. Amma sizdən xahiş edirəm, baxın yenə də bu videonu bəyənin dostlarım. Abi salam, necəsən, nə var ne? Abi bilirəm, səni də narahat edirəm hər dəfə. Prosta inan Allah'a çarəsiz vəziyyətdə qalıb ən axırıncı variant sənə tezdən yazdım. Abi mən keçən səfər 900 satmırdı, yadında ən axırıncı səfər. Mən onun üstünü düzəltdim. Bugünlər getdim, telefonumu zadımı satdım. Notebookumu inarsan 60 manata verdim. Telefonumu heç neçəyə verdim. Evdə qabyan var idi. Qabyanı axşamla qoydum Lalafoya. Heç neçəyə də 150 manata da satdım. Bir təhər, yəni oradan buradan 530 manat düzəltmişəm. 370'də dirənmişəm. Bu günlərdə skoru gəldi qızın üstünə. Davlensi qalxıb çox pis dəvrat. Təsəvvürə qalxdı 160'ın 110'a. Yəni normal adam davlensi deyil də. Bu neymiş, davlensi 120 nəşdə olur. Mənim ürəyim partlayır, brat. Qurban. Baxın uşaqlar, səsindən də görürsünüz ki, yəni normal danışıq deyil. Biz buna bir günə, baxın, noyabrın 3-ü günü 2000'ə yaxın pul vermişik. Noyabrın 4-ü günü gəlir bizə bu səs atır ki, 370 manatım satmır, evdə, eşikdə hər şeyi satmışam. Başa düşdünüz? Bax, gördüyünüz kimi, mən artıq tuturam ki, yəni bu normal insan deyil də, başa düşdünüz? Təəssüflər olsun ki, bundan öncə inanmışdıq da, yəni dostlarım, mən insanlıqda indi həssas nöqtəmiz var. Başa düşdünüz? Yəni düşünün ki, mən də bütün siqnallarımın pulunu falan hamısını bu şərəfsizə göndərdim. Burada bizə bir gün ərzində çek atıb, gördüyünüz kimi. Çekdə bax, yekun məbləğ yazılan yeri gördüyünüz kimi, baxın, cırıb, böyrü üstə cırıb. Və bu 72 manatdır burada. Bu bunu elə göstərir ki, güya sanki bir 720 manat falandır. Baxın, çekin buradakı cırığına baxın, yekun məbləğ yazılan yerdə. Sən bir günə Elnur Məmmədov, sənin adın Elnur, soyadında Məmmədovdur. Sən bir günə, necə deyim, minlərlə manatın neynədin ki, səhərsi bax bu günə düşəsən, telefonu satdın, nə bilim, nəyi satdın, sənin yoldaşın şəkər xəstəsidir və şəkər xəstələrinə hər ay dövlət insulini falan verir, başa düşdün. Ekstradan sənin uşağında, başında deyək ki, bilirəm ha, bunlar sənin uydurma və xəyal dünyandır. Deyək ki, başında nəsə bir problem var, düzdürmü? Biz sənə görüş təklif edəndə, səninlə görüşməyi təklif edəndə və 2 gündür ki, artıq gördüyünüz kimi uşaqlar, 2 gündür ki, sən bizim heç bir mesajımıza baxmırsan və burada da öz-özünə yazırsan ki, kömək istədim, ürəyimi açdım deyə o qədər də deyil yəni. Sən gəlib bizə yalvardın. Bu arada öz şəklini indi hal-hazırda özünə də atmışam ki, yəni baxsın, görsün, yəni bütün insanlar ümumiyyətlə dostlarım, baxın, bu adamın nakolkalarıdır, sırıdır, sıfatıdır. Beynivizə həkk edin ki, həyatdır da, deyir, dağ-dağa rast gəlməsə də insan insana rast gələr. Bu şəkildə, bu tərz şərəfsizlərlə rastlaşanda hər zaman, necə deyim, ehtiyatınızı qoruyun və saxlayın. Yəni bunlar patıdan yana hər şeylərini satarlar. Bunlar patıdan yana hər yalanı danışarlar. Bunlar patıdan yana öz arvadını belə ortaya qoyarlar. Yəni bu tərz adamlar təəssüf ki, yəni bu şəkildədir. Baxın, ölkəmizdə yəni bunun kimi saysız adamlar var. Həqiqi mənada var. Başa düşürsünüz? Mən buna görə bunun şəklini sizlərlə paylaşıram ki, onsuz da artıq buradakı şəkili ilə buradakı şəklinin fərqini görürsünüz. Burada belə deyim də, sıfatı ətə qana qarışan bir adamdır. Burada da görürsünüz ki, artıq yavaş-yavaş solur gedir. Və bu günlərin patıya görə yalandan hər bir şeyi edən adamdır. Yalandan baxın, hər bir şeyi ortaya qoyan adamdır. Təkrardan deyirəm, okey, biz burada aldandıq dostlarım. Bu səhv kimin idi? Əlbəttə ki, bu səhv mənim səhvim idi. İlk öncə həqiqi mənada hər kəsdən üzr istəyirəm ki, yəni bu tərz
uşaq mövzuları olan yerdə tez inanıb, tez aldanıb, mən də sizlərlə, yəni belə deyim də, paylaşdım və burada ən yüksək ziyan, təkrardan deyirəm, mənə dəydi. Ən yüksək ziyan. Düşünün ki, sonuncu puluma qədər, kartımda olan sonuncu puluma qədər Allah şahiddir ki, mən buna göndərdim. Bu əqidə sizə, bu qeyrət sizə göndərdim. Burada ən böyük ziyan mənə ona görə dəydi ki, bütün dostlarıma, ətrafıma bir-bir hamısına gecə ilə WhatsAppda, orada, burada tez bu karta köməklik edin, tez bu karta pul atın deyə, yəni yalvar yaxarlar etdim. Başa düşdünüz? Bu mənim təbii ki, yenə də deyirəm, ən böyük səhvimdir ki, bu tərs şərəfsizlərə yəni tez inanırıq. Başa düşdünüz? Və bu da mənim həyatda təbii ki, nə idi? Alacağım yenə də bir dərs idi. Başa düşdünüz? Yəni artıq bu tərz insanlara, bu tərz şərəfsiz, əqidəsiz məxluqatlara inanmaq lazım deyilmiş. Yəni internetin internet olduğunu bir daha anladım. Başa düşdünüz? İndi burada biri gəlib mənə deyir, Azər, məsəl üçün biz də səni tanımırıq. Dostlarım, mən heç vaxt heç kimdən qaçıb gizlənməmişəm. Və ya heç vaxt, baxın, kimsə məni görüşə çağırıb, mən qaçıb getməmişəm. Yəni birbaşa üzərinə getmişəm. Mən hər zaman YouTube kanalım mənim Kripto Azərbaycandır, adım Azərdir və hər zaman mən meydanda olan bir adamım. Başa düşdünüz? Siz məni bugün internetdəki videolarımdan tanıyırsınız, mən ancaq sizi heç nəyinizlə tanımıram. Başa düşdünüz? Və yekun nəticə olaraq nə olur? Bu tərs qeyrətsizlər təbii ki, bundan sonra da olacaq. Məni əgər aldadırsa, mənim əlimlə də gəlib sizi aldadır. Məni də kişi kimi aldatmır ha bu. Baxın, bu məni kişi kimi aldada bilməz. Bu nə ilə? Arvadının adını çəkərək, uşağının adını çəkərək bu bizi aldatdı. Başa düşdünüz? Ona görə kim nə qədər pul göndərib, 5 manat, 10 manat bilmirəm. Hamınız inşallah ki, rəylərdə haram edərsiniz. İnşallah ki, bu dediklərinin hamısı öz başına gələr, öz reallığı olar. Yəni bu günlərin patiyə görə bunu eləyən oğlan, yəni sabah belə deyim də, yəni hər şeyi özünüz görürsünüz də eləyər. Başa düşdünüz? Nəysə dostlarım, inşallah ki, videonu bəyənərsiniz, yenə də deyirəm, sırna sıfatına baxın, budur. Adı da Elnur Məmmədovdur. Elnur Məmmədov. Yəni bu tərz qeyrətsizlərdən çalışın ki, uzaq olun. Sağ olun, hələlik.